mən gəldim və sizə umat halvası ilə gəlmişəm. Başlayıram umat halvasının hazırlanmasına. Özdəki tez-tez başlayırıq bu işə. 2 stəkan yarım un, 1, 2, düşün. 1 çimdik duz. Yarım stəkan südü. Bunun hamısını birdən-birə bunun içine əlavə eləməyəcəm. Baxın, əlimə belə soyuq süddür. 1 stəkan süddən nə qədər qalacaq? Görəcəksiniz. Bəlkə qoymayacaq. İndi biləcəm mən də sizinlə bərabər. Südəndən keçirtməyimin səbəbi bütün umatlar hamısı eyni ölçüdə olacaq. Xəlbir olsa siz xəlbirdən keçirdə bilərsiniz. O daha mən aldığı cehizdir. Əli əzir, amma olsun. Əzir deyin. Mən hala pişirməyəcəm evimdə. Südəndən keçirtməyə. Hani gecə olur görün. Burada qaldı. Bunu sərəcəm. Bunu sərin. Hazırladığım umadı bura əlavə elədiyim. Daha sonra bunu qəşəngcə əlimlə yayacağım. İndi mən. Bu keçmir axı. Artıq umad hazırdır. 2 stəkan şəkər tozu, 1 stəkan su. Mənim hanım həmişə halvanın şərbətinə zəfəran əlavə edər. Qaynara düşən kimi bir dilim limonu attım içinə və ərsin. Bismillah. Bir dənə video çəkin seçə bilərsən. Al.